Salam aziz uşaqlar, bu günlər sizdən köməkçi nitqçilər haqqında danışacağıq. Əslində morfologiya alanında köməkçi nitqçilər haqqında sizə məlumat vermişik. Bilirik köməkçi nitqçələr nədir? Əsas nitqçələrdən fərqli olaraq köməkçi nitqçələri yalnız qrammatik mənaya malikdirlər. Söz yazımında iştirak eləmirlər, cümlə üzvü olmurlar. Yalnız qrammatik mənaları var və cümlə üzvü kimlərə çıxış eləyə bilmirlər yazılsın. Köməkçi nitqçələrindən birincisi uşaqlar qoşmadır. Yazılsın ki, qoşma nədir? Qoşma yazılsın ki, ismin, adlıq, yiyəlik, yönlük və çıxışlıq hallarına qoşularaq müəyyən məna çaları yaradan köməkçi nitqçəsinə nə deyirlər? Qoşma deyirlər. Qoşma uşaqlar yazılsın təklikdə müstəqil məna bildirmir. Yəni tək özü heç bir məna vermir. Ümumiyyətlə bütün köməkçi nitqçələrinə belədir. Quruluşca yalnız sadə olur. Qoşulduğu sözlə birlikdə cümlə üzvü vəzifəsində işlənə bilir. Baxın, zəhmət olmasa, məsələn, deyir ki, sənin kimlər çoxdur. Burada kim bizim qoşmamızdır? İsmail olanlarla cəmşə gitsin qəbul edib, sənin əvəzi ilə bir yerdə cümlə üzvü olub. Yəni, gələcəkdə biz cümlə üzvlərini keçəndə, artıq belə bir nümunə bizim qabağımıza çıxanda biz buna əvəzi üstəyəl qoşma adlandırmayacaq, hələ birbaşa qoşmalı söz adlandıracaq. Və bunlar sənə aiddir də, deyir, xəbərli şəkilçisini qəbul edib sənin sözünə görə xəbər mövqeyindədir. Sənin üçün almışam, burada tamamlıq mövqeyini inib çıxış edib. İsmail olan qrammatik şəkilçiləri qəbul edir, cəm, hal, mənsubiyyət və xəbərli şəkilçilərini qəbul edə bilir. Yazılsın ki, təsniflənən feillər və feili bağlamalar qoşmalarla işlənmir. İsmində iki dənə halı, təsirli hal və yerli hal qoşmalarla işlənə bilmir. Təkərcalı qoşmalarımız yazılsın ki, təkdir, dəkdir, cadır, candır. Bunlar sözə bitişik şəkildə yazılır, yəni şəkilçiləşmiş formadadır. İstisna bir dənə uşaqlar xas qoşmamızdır ki, təkərcalı olsa da sözlər nə edir? Ayrı şəkildə yazılır. Davam edelim uşaqlar. Gəldik, çıxdıq qoşmaların bölgüsünə. Yazılsın ki, qoşmalar ismin 4 dağında işlənirlər, amma bunların bölgüləri fərqlidir. Adlıq və yiyəli hala qoşulan qoşmalar əsasən eynidirlər. Yönlü hala qoşulanlar var, bir də çıxışlıq hala qoşulanlar var. Baxın uşaqlar, adlıq və yiyəli hala qoşulan qoşmalar qədər, kimi, tək, ca, üçün, ilə, haqqında, haqda, barəsində, barədə, əvəzinə, naminə üzrə. Bunlar adlıq və yiyəli halların demək olar ki, hər ikisinə qoşulur, amma bəzən eyni mənasılar, bəzən də fərqli mənasılar yaradırlar. Yönlü yola qoşulanlar qədərdir, kimidir, dəkdir, candır, tərəfdir, doğrudur, qarşıdır, sarıdır, aiddir, dairdir, məxsusdur, nisbətəndir, yaxındır, görədir, əsasəndir. Çıxışlıq yola qoşulanlar sonradır, əvvəldir, qabaqdır, bəridir, qeyri, başqa, savayı, özgə, əlavə, ötürü. Burada çıxışlıq yola qoşulanlar. Amma məna çalarları var uşaqlar. Baxın, məsələn, adlıq və yiyəli yola qoşulanda, bənzətmə mənası bildirənlərimiz var. Qədər, kimi, tək, təkicə. Məsələn, Fuad qədər çalışdı. Burada nə mənası bildirir? Bənzətmə. Sən tək oxuyur, gül tək açılıb, uşaqca danışır, bənzətmə mənası bildirir. Birgəlik vasitə bildirənlər var. Baxın uşaqlar, ilə var, ca var. Nəzərinizə çatdırım, ilənin homonimliyi də var. Biz bunu bağlayıcıda görəcəyik. İlənin qısaldılmış forması lanı biz sizdən zərfdə də görmüşük. Konkret isimlərə qoşulanda qoşma olurdu, mücəvvəd isimlərə qoşulanda zərfcardan şəkilçisi. Və ilə əvəz eləyəndə nə olurdu? Bağlayıcı mövqeyinə çıxırdı. Qələmlə, dayımla, yol boyunca məsafə bildirənlər var. Qədər kimi, dəqiqcə, məktəbə qədər məsafə bildirir, məktəbə kimi. Ondan sonra evədək, sabahacan və s. Tərəfdir, doğrudur, qarşıdır. Bunlar yazılsın ki, istiqamət bildirirlər. Məktəbə tərəf gedirəm, evə doğru gedirəm. Aidlik mənası bildirənlər var. Aiddir, dairdir, məxsusdur, haqqında, haqda, barəsində, barədə. Bizə aid, bizə dair, bizə məxsus, sənin haqqında, sənin haqda və s. Zaman mənası bildirənlər var uşaqlar. Zaman mənası bildirənlər bunlardır. Sonra, əvvəl, qabaq, bəri, bizdən əvvəl, bizdən sonra, sizdən əvvəl, sizdən sonra və s. Fərqləndirmə bildirənlər də bunlardır. Qeyri, başqa, savayı, özgə. Səndən qeyri, səndən başqa, səndən əlavə, səndən özgə. Səbəb məqsəd bildirənlər var. Üçün, ötürü görə əsasən, sizin üçün, bildiyimə görə deyilənlərə əsasən və s. Bunlar yazılsın ki, qoşmanın yaratdığı məna çaları və nümunələri idi. İndi baxın uşaqlar, sizə bunun fərqli formasını da göstərəcəyəm. Yəni necə fərqli forması?
fərqli numunada eyni mənanın. Yazırsın uşaqlar, qoşmanın sinonimliyi var. Yadda qalarmı? Sual testdə düşür. Bütün köməkçilik hissələrinin sinonimliyi, homonimliyi, antonimliyi var. Yazırsın antonimliyi bəzilərindədir. Sinonimlidir bəzilərindədir. Hamısında olan homonimliyidir. Yazda qalarmı? Baxın, qədər kimi tək bənzətmə mənası bildirir. Bayaqları dedik. Qədərlə cavab müqayisə bildirir. Qədər kimi dək, dəklə təkdə ehtiyatlı olunan inşallah təkdə var, dəkdə var. Mənalar ayrıdır. Bu bənzətmə bildirir, bu məsafə bildirir. Tərəf doğru qarşı sarı istiqamət bildirir. Aid dair məxsus aidlik bildirir. Əvvəllə qabaq zaman bildirir. Qeyri, başqa, savayı, özgə, bunlar fərqləndirmə bildirir. Üçündür, ötürdür, özgədir. Bunlar da nə bildirirlər? Səbəb, məqsəd bildirirlər. Burada da məna çalarlarına bir dəfə baxdıq. Qoşmaları inşallah yazırsın ki, homonimliyi də var. Kimi sözü sual əvəzliyi də var. Düzdürmü? Kimi yazırsın ki, qeyri-müəyyən əvəzlik də var. Kimi qoşma da var. Düzdürmü? İndi sizcə qoşma ilə kimi, hansı kimi sual əvəzliyi olar? Homonim yoxsa qeyri-müəyyən əvəzliyi? Homonim kimi. Baxın inşallah kimi sual əvəzliyi də var, kimi qeyri-müəyyən əvəzliyi də var. Qoşma da var kimi. Yaxşı, sual əvəzliyi bundan homonim olar yoxsa qeyri-müəyyən? Bəli, qeyri-müəyyən əvəzliyi. Məsələn, sənin kimi düşünürəm. Burada kimi qoşmadır. Kimi yazır, kimi oxuyur. Burada nədir? Əvəzliyidir, qeyri-müəyyən. Evi kimi ötürdün. Bunu iki cür düşünə bilərik, düzdürmü? Düşünə bilərik. Deyirəm ki, evə kimi ötürdün. Burada nədir? Qoşma. Düzdürmü? Bir də deyirəm, evə kimi ötürdün. Aydın oldu mu? Qədər sözü var. Qoşma da ola bilir, isim də ola bilir. Qədər tale mənasında, həyatın bir mənası, yəni deyirlər, o türklərdə var, kader sözü deyirlər. Axşama qədər səni gözlədim. Burada qoşma mövqeyindədir. Qədərin yazısı beləymiş. Burada nədir uşaqlar? Yazdırsın ki, isimli. Tək sözü uşaqlar, qoşma da var, sifət də var, zərf də, ədat var. Diqqətli olasın uşaqlar, tək sözü tək hecalı qoşmadır. Sözə bitişik olanda yazdırsın ki, qoşma olur. Yadda qalarmı? Ayrı yazılanda nə olur? Sifət ola bilir, zərf ola bilir, ədat ola bilir. Baxın, qızıl tək parladı. Sözə bitişik yazıb qoşmadır. Yəni, qoşmanın rahatçılığını ayırmaq olur da, sözə bitişik yazdı. Tək əldən səs çıxmaz, burada sifətdir. Uşaq evdə tək qaldı, burada zərfdir, feilin qabağında yazılır. Tək sənə güvənirəm, burada da nədir? Ədatdır. İlə, uşaqla və ya lalə. Qoşma da var, bağlayıcı da var. İləni və ilə əvəz eləyəndə olur nə? Bağlayıcı. Konkret isimlərə qoşulanda olur nə? Qoşma. Qardaşımla mən getdim, qardaşımla mən getdik. Bunların arasında fərq var. Baxın, cümlələr eynidir. Qardaşımla mən getdiyimdə cümləmizin xəbəri nədir? Təkdə. Bax, burada bunu və ilə əvəz eləyə bilərsiniz, amma xəbər təkdə olduğu üçün ilə mövqeyindədir. Burada qoşmadır. Amma cümlənin xəbəri cəmdə olan da burada nə götürəcək buna? Təkdə. Qardaşım və mən getdik. Getdik olsa bağlayıcı deyil, getdim olsa qoşmadır. Sonra uşaqlar, baxın zəhmət olmasa ca var. Ca qoşma da var, ədat da var. Yaşca məndən böyükdür. Canı uşaqlar qədərlə əvəz eləyəndə yazdırsın ki, qoşma mövqeyində olur. Yaş qədər böyükdür məndən, yaşa görə məndən böyükdür. Onda qoşma mövqeyindədir. İmtahana bircə saat qalıb. Burada saatı canı qədərlə əvəz eləyə bilirsiniz. Bir qədər qalıb deyə bilmirik. Ona görə nə olur? Ədat mövqeyində olur. Tərəf sözü uşaqlar. Tərəf isim mövqeyində də var, qoşma mövqeyində də var. Baxın, maraqlı bir situasiya. Vaxtı ikən OTK-nın DİM-in ən çox salınan suallarından, tiplərindəndir. Sola tərəf döndü, sol tərəfə döndü. Aralarında fərq nədir? Birincisi qoşmadır. İsmin hansı halına qoşdu? Bir yönlü yanına. Baxın, sola tərəf döndü, məna çaları yaradıb. Əslində tərəfi buradan çıxarda bilərsiniz. Hə? Aynen, sola döndü, məna çaları yaradıb. İndi böyle baxın, sol tərəfə döndü. Burada tərəfi cümlədən çıxarda bilərsiniz. Xeyr, sol döndü, olmur ki. Burada isimdir, yazırsın. Burada isə nədir? Qoşmadır. Aralarında fərq var, diqqətli olasınız. Doğru sözü, qoşma da ola bilir, sifət də ola bilir, zərf də ola bilir. Doğru sözü, düşmana doğru yerlərdə istiqamət bildirir də, düzdürmü? Yönlü yalı, istiqamət bildirir. İstiqamət bildirirsə qoşmadır. İsmin qabağında işlənirsə sifətdir, feilin qabağında işlənirsə zərfdir. Sonra doğru sözü, sağ sözü. Bunu homonimdə keçmişdik. Qoşma var, sifət var, bir də nə var? Feil var.
Məktəbə sarı gedirdi, istiqamət bildirir. Sarı köynək giymişdi, sifətdir. Qolunu sardı, bu da nədir? Fe'ldir. Qarşı sözü var, qabaq sözü var. Həm qoşma kimi ola bilirlər, həm də zərf kimi. Öskürəyə qarşı müraciət və yönlü yola qoşdu. Götürür qoşma. Səndən qabaq gəldi, çıxışdı yola qoşdu. Nə götürür qoşma. Musa qarşıda dayanmışdı, qabaqda dayanmışdı. Bu da zərf mövqeyində, yer zərfi. Sonradır, bəri də əvvəldir. Bunlar zaman məzmunu bildirirlər. Məndən sonra gəldi, məndən əvvəl gəldi, dərsdən sonra, dünəndən bəri və s. Əvvəl düşün, sonra danış. Burada yazılsın ki, nədir? Yəni, bunu da zərfdə demişdik. Zərfdə demişdik ki, sonradır, əvvəldir. Bu kimi sözlərin cümlədə yerini dəyişə bilirsə, olur nə mövqeyində? Zərf mövqeyində. Yerini dəyişə bilmirsə, olur nə mövqeyində? Qoşma mövqeyində işləmir. Əlavə sözü var. Həm qoşma ola bilir, həm sifət ola bilir, həm də isim ola bilir. Diqqətli olasınız uşaqlar. Əlavə sözü. Dərsdən əlavə testlərdə yazın. Burada dərsdən sözünə qoşulub çıxışlara dərsdən əlavə. Yadda qalarmı? Əlavə vaxt lazımdır. Nə qədər vaxt lazımdır? Əlaqə burada yazılsın ki, sifətdir. Cümlə üzvünün əlavəsini tap. Burada isə isim mövqeyində işlənib, həm də terminoloji funksiya neyini daşıyıb. Qeyridir, başqadır, özgədir. Həm qoşma ola bilirlər, həm də sifət ola bilirlər. Baxın uşaqlar, səndən qeyri, səndən başqa, səndən özgə tanıdığım yoxdur. Bir-birinlə də sinonimlə dəyişə bilir. İçəri başqa adam gəlməsin, qeyri adam gəlməsin, özgə adam gəlməsin. Burada da sifət mövqeyində, cümlədən də çıxarmaq olmur. Ayrı sözü. Səndən ayrı, təndə canlı nə eləyən? Baxın, yenə çıxışlı qala qoşdu və fərqləndirmə mənasını bildirir. Səndən ayrı. Ayrı iş taparsan, burada sifət kimi işlənib, uşaqlardan ayrı düşüb, burada da zərf mövqeyində neyniyib? İşlənib. Qeyd üçün vermişik uşaqlar, üçündür, ötürüdür, görədir, savayıdır, dəkdir, candır, haqqındadır, haqdadır, barədadır. Bu sözlər homonim kimi işlənməyən sözlərdir. Yəni, yalnız qoşma mövqeyində işlənirlər. Uşaqlar, kimi yazılsın ki, bəzən fe'li sifəti qoşulduqda zaman mənasında vurulur. Məsələn, yağış dayanan kimi evə getdi. Nə vaxt, nə zaman? Yağış dayanan kimi yazılsın. Və ya körpə səs eşidən kimi yuxudan ayıldı. Nə vaxt, nə zaman? Səs eşidən kimi. Qarşı qoşması uşaqlar əksli ziddiyyət də bildirə bilər. Haqsızlıqları gördükcə Musada ona qarşı nifrət hissi oyanırdı. Yəni, burada da ziddiyyət mənasını neyini ifadə eləyir. Bu qədərdir uşaqlar qoşma haqqında məlumatımız. Növbəti dərslərdə görüşənədək. Sağ olun.